Deyirəm, ölkə olaraq əlimizin duzu yoxdur valla. Deməli, İran bu günlərdə sosial media şəbəkələrində bir rolik çəkib paylaşıb. Bu savaş müddətində ona yardım eləyən ölkələrlə bağlı. Və bu ölkələr sırasında vətənim Azərbaycan yer almır. Əvvəl roliki izləyək. Thank you, Pakistan. Thank you, Lebanon. Thank you, Kashmir. Thank you, India. Thank you, Iraq. Thank you, Oman. Thank you, Gaza. Thank you, North Korea. Thank you, Afghanistan. Thank you, Bangladesh. Thank you, Spain. Thank you, Turkey. Thank you, Bahrain. Thank you, Russia. Thank you, China. Thank you, South Korea. Thank you, Malaysia. Thank you, Indonesia. Thank you, Nigeria. Thank you, Cuba. Thank you, Venezuela. Thank you, Tajikistan. Thank you, Turkmenistan. Thank you, Ghana. Thank you, Somali. Thank you, Yemen. Bəli, 40 saniyəlik video rolikin içərisində bir çox ölkələrin adı hallanır, ancaq Azərbaycanı yox. Qeyd eləyək ki, Azərbaycan İrana yardım göndərdi və bundan ziyadə bu savaş müddətində İran tərəfindən Azərbaycanın ərazisinə Naxçıvana 2 hücum da edildi eyni gündə. Bəli, məsələ burasındadır ki, Azərbaycan tarix boyu hər zaman dost əlini gücü çatdığı qədər uzadan ölkədir. Ancaq bu qədər yardımın qarşılığında təşəkkür niyyətində adımızın belə keçmədiyi bu rolikə və bunları yaradan hər kəsə ürəkdən minnətdarıq. Siz əslində öz iç dünyanızı, beyninizdən keçəni, nəyə qadir olduğunuzu bizə deyirsiniz. Bəli, Allah keçsin günahımdan, belə yerdə Akşin Fatihin o keçmiş mahnısı yadıma düşdü. Haram olsun. Mən haram eləsəm də eləməsəm də bir söz yoxdur, öz payıma bir şey eləməmişəm. Amma ölkəm adına üzüldüm ki, bu qədər jestin qarşılığında İrandan Azərbaycana bir kiçik minnətdarlıq içərisində belə 3 saniyədə adımız keçmədi. Sağ olun, yenə də sağ olun.